Uşaqlar, bugünkü dərsimiz SSR və müasir Rusiyadır. Yəni SSR 2-ci Dünya müharibəsindən sonra danışacağıq. SSR 2-ci Dünya müharibəsindən qalib dövlət kimi çıxdı. Qələbə onun dünyada xüsusi nüfuzunu artırdı və dünyanın süper qüvvələrindən birinə çevrildi. Eyni zamanda müharibə nəticəsində SSR-də milyonlarla insan itirdiyi iqtisadi böyük zərər gördü və hələ müharibənin gedişində bir sıra xalqlara sürgün olmuşdu. Bununla görə də müharibədən sonra qarşısında duran əsas vəzifə dinc quruculuq yolu ilə ölkəni inkişaf etdirməkdir. Bunun üçün də tədbirlər görülmüşdü. 1940-cı ilin ikinci yarısı və 1950-ci illərin əvvəllərində sosial-iqtisadi tədbirlər həyata keçirildi. Ölkə iqtisadiyyatı bərpa etmək üçün 1946 və 1950-ci illəri əhatə edən 4-cü 5 illik plan qəbul olundu. Qısa müddət ərzində minlərlə sənaye müəssisələri bərpa edildi, yenidən açıldı və bu zaman ağır və hərbi sənayeyə çoxlu vəsait arması əhali vəziyyətini pisləşdirmişdi. Kənd təsərrüfatına diqqət daha da artırıldı. Pul istihdamı həyata keçirildi. Məqsədi bu idi ki, müharibə dövründə buraxılan saxta əski nəsab dövrədən çıxartmaq və ölkənin maliyyə böhranlardan qaldırmaq idi. Məhsul bölgüsündə talon sistemi ləğv olundu 1947-ci ildə. Bundan sonra zəruri əraq məzallarını dövlət müəyyən etdiyi vahid qiymət tətbiq olunurdu. Bu tədbirlər nəticəsində SSR iqtisadi vəziyyəti yaxşılaşmağa başladı və onun əsası bəzi tədbirlər iqtisadiyyatı və əhalinin güzəranına pis təsir göstərmişdi. 1940-cı ilin ikinci yarısı və 1950-ci ilin əvvəlində siyasi tədbirlər isə Stalin totalitar rejimi gücləndi, cəmiyyətin bütün sahələrində dövlətin isarında qalmaqda davam etdi, rəsmi ideologiya təbliğatı gücləndi və repressiya daha da sərtləşdi. Lakin 1953-cü ildə Stalin vəfatından sonra ölkənin repressiyalardan xilas olmağa başladı. Və Xruşovun hakimiyyət dövrünə baxaq, 1953 və 1964-cü illərdə daxili siyasətdə Stalin vəfatından sonra SSR rəhbərinə Xruşov gətirildi və Xruşovun dövründə totalitar rejim yumşaldıldı və 1956-cı ildə keçirilən Kommunist Partiyasının qurultayında Xruşov Stalini şəxsiyyətpərəstlik tənqid etdi və bununla da Xruşov böyük problemlərə səbəb olan Stalin apardığı siyasəti hədəf aldı. Əvvəllər repressiyaya məruz qalan insanlara bəraət verildi və 2-ci Dünya müharibəsi zamanı sürgün olmuş xalqlar ləğv olmuş daxili dərəcəlik bərpa olundu. İndi kolxozların 3 dəfə pasport verməsinə başlanılmasına haqqında məlumatlar var burada. Bundan da əlavə biz deyə bilərik ki, bir haşiyə olaraq bu verilib burada. İlk olaraq da pasport verilməsi 1932-ci ilə aiddir. Yəni 32-ci ildə verilən pasportlaşma sistemi kolxozlara aid edilməmişdi, amma 1959-cu ilə ki, kolxozlara aid edildi. İndi xarici siyasətə baxaq. Xruşovun dövründəki SSR-nin xarici siyasəti dəyişiklik edildi. Qarşıdurmalar əvəzinə kapitalist dövlətlərə sülh şəraitində birgə yaşama prinsipləri sürüldü. Sovet və dünya xalqları arasında dəmir pərdə aradan qaldırıldı və 1960-cı illərdə Berlin və Karib böhranları diplomatik yolla nizamlandı. Xruşovun yürütdüyü daxili və xarici siyasətdə narazı olan qüvvələr 1964-cü ildə onu vəzifədən uzaqlaşdırdı və onun yerinə Leonid Brejnev gəldi 1964-1982-ci ildə. Brejnev dövrünə baxaq, durğunluq dövrü kimi bilinir. Brejnev hakimiyyəti dövründə daxili siyasətdə əsasən şəxsiyyətpərəstlik tənqidi dayandırıldı. Xruşovun dövründə təqib olunan bir sıra tədbirlər, o cümlədən məhdud azadlıqlar ləğv edildi. Brejnev kənd təsərrüfatının ağır və hərbi sənayenin möhkəmləndirilməsinə tərəfdarı olsa da, hakimiyyət daxili fikir ayrılığı islahatların aparılmasına mane oldu. Buna görə də Brejnev dövrü durğunluq dövrü kimi qələmə verilmişdir. 1970-ci ilin ortalarında başlayan dünya iqtisadi böhranı SSR-yə ciddi təsir etdi. Dövlətin gəlirlərini artırmaq üçün yeni sənaye müəssisələri açılması, xam maddələrinin kəşfi, Sibirin zəngin sərvətlərinin mənimsənməsi yolu ilə xarici xam mal ixracı artırıldı. Lakin əldə edilən gəlir iqtisadın davamlı inkişafına təmin etmək əvəzinə ABŞ ilə silahlanma yarışına və geridə qalmış Sovet Respublikalarının qardaş yardımı kimi bəzi yerlərə xərcləndi. Bu isə ölkədə iqtisadi tənəzzülünü gücləndirdi. Siyasi həyatda ordunun və təhlükəsizlik orqanlarının rolu daha da artdı. Müdafiə proqramının maliyyələşdirilməsi yüksəldildi. Nəticədə Brejnev hakimiyyətinin sonuna yaxın SSR iqtisadi böhran dövrünə qədəm qoydu. Nəticədə əmək məhsuldarlığının orta illik artımı 2 dəfə azaldı. 1970-ci ildə SSR-də baş verən iqtisadi böhranın əsas səbəbləri nə idi? Elmi texniki tərəqqinin ləngiməsi və sənayedə avadanlığın köhnələşməsi, infrastrukturun zəifləməsi idi. 1980-ci ilin əvvəllərində SSR-də inkişafı mane olan daxili amillər bunlar idi. Bütün sahələrdə bürokratik maneələr, sərt idarə etmə və şəxsi təşəbbüslərin qarşısının alınması. Xarici siyasətə isə diqqət etsək, görəcək ki, daxili siyasətdən daha çox xarici siyasətə yönəlmişdi. Xarici siyasətdə üstünlük əldə etmək üçün güc tətbiq etməyə çəkinmədi və 1979-da SSR ordusu Əfqanistana hərbi müdaxilə etdi. Məqsəd ölkədə iqtisadi uğursunun diqqətini yayındırmaq və siyasi İslamçılığı öz ərazisindən Mərkəzi Asiya yarılmasının qarşısını almaq idi. SSR Əfqanistanda hakimiyyətə uğruna mübarizə aparan sosialistləri ABŞ ilə onlar arasında qüvvələri müdafiə edirdi və SSR Əfqanistanın uğursuzluğu beynəlxalq hüququna zərbə endirdi və 1980-ci ilin əvvəllərində SSR-in dünyada və ölkə daxilində apardığı təbliğata sosial-iqtisadi reallığa fərqli idi. Yəni mübarizəsi fərqli, daxildə aparılan mübarizə tam fərqli idi, tam fərqli bir yanaşmalar mövzu idi.
Qarbaçovun hakimiyyət dövrünə baxaq 1985 və 91-ci illərdə. 1985-ci ildə Azərbaycan SSR-nin birinci katib vəzifəsinə gətirilən Mixail Qarbaçov ölkəni dərin böhrandan çıxartmaq və dirçəltmək üçün aşkarlıq, sürətlənmə və yenidən qurma siyasətləri irəli sürdü. Xruşovun dövründən fərqli olaraq yenidən qurma iqtisadi sahələri ilə yanaşı xarici və daxili siyasətləri əhatə edildi. Və Qarbaçovun yenidən qurma yeni obyektlərin tikilməsi deyil, mövcud müəssisələrin modernləşməsi hesabına həyata keçirilməyi nəzərdə tuturdu. Və Qarbaçovun sosializm çərçivəsində həyata keçirdiyi hesablara əsasən başlıca olaraq maşın qarma sürətlə inkişaf etməsi irəli sürüldü. İslahat əsasən maşın və avadanlıq sahələri yaradıldı. Ticarət və xidmət sahələrində xüsusi həmkarlığa icazə verildi. İntisamın möhkəmləndirilməsi, maddi maraq prinsipinin artırılması vasitəsilə insan faktorunun fəallaşdırılmasına xüsusi diqqət ayrıldı. Səmərənin artması məqsədi ilə kadrlar ixtisar olundu. Xidmətdən çıxmaq üçün atılan addımları bir çox sərt qənaət sistemə tətbiq olunması idi. Bunun nəticəsində bir çox dövlət əhəmiyyətli müəssisələri böyük problemlər yarandı. Hətta 1986-cı ildə SSR-dəki, yəni əsasən SSR daxilində olan Ukraynadakı Çernobıl atom elektrik stansiyasının reaktorunun məhsullarını artmaq məqsədi görülən işlər nəticəsində atom qəzası baş verdi. Bu da bir mənfi bir hal idi. Yenidən qurma və aşkarlıq siyasətinin mənfi siyasi nəticəsində belə oldu. Mərkəzi Asiyada, Qafqazda və Dnestr bölgələrində milli münaqişə ocaqları yarandı. Baltikyanı ölkələrdə, Qafqaz və digər bölgələrdə müstəqillik meylləri artdı və 1990-cı illərdə Baltikyanı ölkələri SSR tərkibinə çıxması onun sübutunu nabud etdi. Uğursuz avqust qiyamına baxaq SSR-in dağılması, SSR-i də kommersiya rejiminə qarşı narazılıqların artması mərkəzi hakimiyyətin süqutunu sürətləndirdi. SSR-də partiya və dövlət rəhbərlərinin mühafizəkar qrupları Qarbaçovu günahlandıraraq 1991-ci avqustunda dövlət çevrilişi etdi. Lakin bu cəhd uğursuz oldu və SSR-yə daxil olan müttəfiq respublikalara tədricən öz müstəqillərini elan etdilər və 1991 dekabrında Qarbaçov istefa verməsi ilə SSR-in varlığına son qoyuldu və ondan ayrılan 15 müstəqil dövlət fəaliyyətə başladı. Daha sonra biz görəcəyik ki, müstəqil dövlətlər birliyi yaranacaqdır. İndi Rusiya Federasiyasına keçək. Boris Yeltsin hakimiyyət dövründə daxili siyasət necə idi? SSR-in dağılması nəticəsində yaranan dövlətlərdən biri də Rusiya idi və 1990-cı ilin iyununda Rusiya öz müstəqilini elan etsə də SSR-in varlığına son qoyduqdan sonra müstəqil dövlət kimi fəaliyyətə başladı. Rusiyanın ilk prezidenti Boris Yeltsin idi, 1991 və 99-cu hakimiyyətdə olmuşdur. Onun dövründə keçmiş ittifaqların bir çox idarə və təsisatları Rusiya sərəncamında idi və 1992-ci ildən etibarən Rusiya dövlətinin rəsmi adı dəyişdirərək Rusiya Federasiyası adını almışdı. Boris Yeltsin hakimiyyətinə gələrkən Rusiyanın iqtisadi vəziyyəti ağır idi, vəziyyətdən çıxmaq üçün islahatlar keçirildi. Bunlar nə idi? Yeni dövlətçiliyin formalaşdırılması planlı sosialist iqtisadiyyatdan bazar iqtisadiyyatına təşkil edirdi. Ölkənin çox millətli olması etnik dini münaqişələrin artmasına səbəb oldu. Federasiyanın tərkibində olan muxtar vilayətlər respublikaların müstəqillik meyilləri gücləndi. Yeni Rusiyaya federativ quruluş əvvəlki etnik prinsiplərə miras qalması vəziyyətini gərginləşdirirdi və federasiyanın subyektləri kimi keçmiş Rusiya muxtariyyətləri idi. 1992-ci ildə Rusiya prezidenti ilə Milli Respublika arasında federasiya müqaviləsi imzalandı. İndi federasiya müqaviləsi nə idi? Bunun haqqında qısa bir məlumat verək. Problemlərin siyasi sahələrdə, hüquqi sahələrdə keçilməsi üçün ölkə parçalanmasının təhlükəsinin qarşısını almaq idi. Milli respublikalar, vilayət və diyarlar daha çox sərhəd əldə edirdi. 1992-ci federasiya müqaviləsi Çeçenistan, Tataristan imzalamaktan imtina etdiyi üçün də Rusiyanın bütövlüyü sual altında qaldı. Bir çox milli hərəkatların və proqramların sənədləri, separat tələbləri yer alırdı. Müstəqillik uğrunda cərəyan edən hadisələrin mərkəzi Şimali Qafqaz oldu və hələ 1990-cı ilin yazında Çeçen Xalq Konqresi Çeçenistan müstəqilliyi haqqında qətnamə qəbul etdi və istifada olan General Cövhər Dudayev Çeçen Respublikasının ilk prezidenti seçildi. İndi biz bundan sonra görəcəyik ki, birinci Çeçenistan müharibəsi başlayacaq. 1994 və 1996-cı il. Rusiya Federasiyası Çeçenistan onun tərkibinə çıxması, müstəqillik yönetməsi, mərkəzi hakimiyyətə qarşı qiyam kimi qiymətləndirərək onu mərkəzə tabe etmək üçün regionda qoşun yeritdi. Beləliklə Çeçen xalqın məhvinə yönəlmiş hərbi əməliyyatlar müharibəyə çevrildi. 1994-cü il 96-cı əhatə edən birinci Çeçenistan müharibəsi gedişində Dudayevin öldürülsə də Çeçenlər mübarizəni davam etdirdi və 1996-cı il Rusiya Çeçenistan arasında bağlanan sazişə əsasən Rus qoşunları Çeçenistanı tərk etdi. Çeçenistan su həlli məsələsi isə 5 il müddətinə təxirə salındı. Birinci Çeçenistan müharibəsi Rusiyanın məğlubiyyəti və ölkədə sosial-iqtisadi vəziyyətin daha da pisləşməsinə gətirib çıxartdı və 1999-cu payızında Çeçenistan ətrafında vəziyyətin yenidən köçməsi ilə ikinci Çeçenistan müharibəsi başladı və bu müharibə Rusiya bu müharibə daha ciddi azlaşdı və istənilənə nail oldu. İkinci müharibə isə 1999 və 2009-cu illəri əhatə edir. Xarici siyasətinə diqqət etsə Rusiyanın 1991-ci dekabrında Müstəqil Dövlətlər Birliyi MDB yaradıldı. Rusiya, Ukrayna, Belarus sənişəsi yaradılmış və Baltikan ölkələrdən başqa keçmiş Sovet respublikalarının hamısı üzv olmuşdur. Bu Azərbaycana daxildir. Məqsəd Rusiyanın keçmiş Sovet məkanının nüfuzunu və varlığını MDB vasitəsilə istəməyə əməkdaşlıq mexanizmi əsasında davam etdirmək idi.
Rusiyanın aparıcı rolunu saxlaması şərti ilə möhkəm güvəsi ittifaqı çevrilməsi idi. Lakin MDB-yə daxil olan bir sıra dövlətlər arasında həll olunmamış problemlərdə münaqişələr də qalmaqda idi. SSR əmlakın bölüşdürülməsinə baxaq Daşkənd müqaviləsi 1998-də imzalanan Daşkənd müqaviləsinə əsasən keçmiş SSR hərbi əmlakı vaxtı ilə ona daxil Respublika arasında bölüşdürüldü. Nüvə silahlarının nəzarət Rusiya nəzarətdə saxlasa da, Belarus və Ukrayna arasında yerləşən nüvə silahlarının Rusiyaya aparılmasına razılıq verdi. Daha sonra Qazaxıstan və Ukrayna nüvə silahlarına sahib olmaq hüquqları irəli sürdü, lakin Rusiya və ABŞ-ın təzyiqi ilə hər iki dövlət Qazaxıstan və Ukrayna 1994-də Budapeştdə nüvə silahlarının yayılması haqqında müqaviləyə qoşuldu. Rusiya, Ukrayna, Böyük Britaniya və ABŞ imzaladığı Budapeşt protokolu Ukraynaya qarşı heç bir ölkənin güc tətbiq etməyəcəyi, Ukraynanın suverenliyi və mövcud sənədlərinin hörmətlə yanaşacağına dair təminat verdi. Qaradəniz donanmasına görə Rusiya ilə Ukrayna arasında gərginlik 1997-ci özəltini tapdı və tərəflər arasında əldə olunan razılığa əsasən Rusiya Qaradəniz donanması 87% sahib oldu və Rusiya Sevastopol hərbi dəniz bazası icarə etmək hüququnu aldı. 1999-cu il Ukrayna və Rusiya arasında dostluq əməkdaşlığı və tərəfdaşlıq haqqında müqavilə imzalandı, lakin Krım yarımadası Ukrayna Rusiya arasında münaqişə ərazi kimi qaldı. İndi bunda biz birazdan oxuyacağımız və birazdan deyəcəyimiz məlumatlara əsasən görəcəyik ki, bu da növbəti müharibənin başlaması üçün bir səbəbidir. Vladimir Putinin hakimiyyət dövrünə baxaq, 1999-cu ilin sonunda hakimiyyətə gəldi və hələ də hakimiyyətdədir. Daxili siyasətinə baxsaqsa, Vladimir Putin Sovet sistemindən qalma bir şəxs idi və onun keçirdiyi tədbirlərə diqqət eləyək. Rusiya Federasiyasının ikinci prezidenti seçildi 2000-ci ildə və siyasətin əsasını təşkil edən dövlət hakimiyyətinin möhkəmləndirilməsi və Rusiyanın beynəlxalq nüfuzunu bərpa etməsi idi. Putin əsas məqsədi sabit iqtisadi inkişafı təmin edən güclü dövlət iradəsini yaratması idi. Putinin dövründə daxili siyasətdə bu məsələlərə diqqət artırıldı. Cəmiyyətin kriminallaşmasının aradan qaldırılması, iqtisadi inkişaf üçün hüquqi və əlverişli investisiya şəraiti yaratması və həyat səviyyəsinin yüksəldilməsi idi. Xarici siyasətinə baxsaqsa 5 günlük Rusiya Gürcüstan müharibəsi var. 2008-ci avqustda Gürcüstanda hərbi qüvvələri qayda qanunu bərpa etmək üçün yerli separatçı qüvvələr hərəkatına qarşı almaq məqsədilə Cənubi Osetiya arasına daxil oldu. Bundan sonra da Rusiya Gürcüstana hücum etdi və 5 günlük Rus-Gürcüstan müharibəsi nəticəsində Rusiya Cənubi Osetiyanın yerli silah dəstəyi ilə birlikdə Gürcü qoşunları məğlub etdi. Gürcüstan, Abxaz və Cənubi Osetiyaya nəzarət etmək, suveren ərazilərini nəzarət etmək, yəni 20% olan ərazisini itirdi. Nəzarəti demək olar ki, Rusiyanın əlinə keçdi. İndi Krımın ilhaqına baxaq, bayaq dediyim kimi, Rusiya-Ukrayna münasibətinin gərginləşməsinin səbəbləri idi. Bu əsas məsələ idi, Krımın ilhaqı. Krım mübahisəli ərazi kimi qalması idi. Biz dedik ki, müqavilə bağladılar və müqavilədən sonra mübahisəli ərazi kimi qaldı. Ukraynanın qərb ölkələri ilə yaxınlaşması, Ukrayna Moskva patriarxlarına ayrılıb İstanbulda yerləşən patriarxlar birləşməsi idi. Bu vəziyyətdən istifadə edən Rusiya 2014-də Krımı özünə ilhaq etdi. Buna görə də ABŞ və Avropa ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etdi. Krım məsələsinə qayıdaq yenidən. Ukraynada başlayan hakimiyyət əleyhinə etiraz aksiyaları 2010-cu nəzarətdən çıxdı və yüz minlərlə aksiya iştirakçıları müstəqillik meydanında Rusiya yönümlü iqtidarın istifasını tələb etdi. Nəticədə növbəti ilə hakimiyyət dəyişikliyi baş verdi və Putin üçün səmərəli və sərfəli deyildi. Bu, ona görə də Şərq Slavyan ölkələri arasında Ukrayna gələcəkdə Avropa İttifaqı qoşulmasına ehtiyat edirdi. Odur ki, Rusiya rus dilli əhalinin əksəriyyətini təşkil edən rayonlarda olduğu kimi Krımda da yeni hakimiyyətə qarşı müxalifəti dəstəklədi və bundan sonra da Krımın Rusiya birləşməsi məsələsini gündəmə gətirdi. Bunun üçün də 2014-də Krımın statusu haqqında keçirilən referendumda səs çoxuyla Krım Muxtar Respublikası Rusiya siyasi tərkibinə daxil edildi və Krım Rusiyaya ilhaq etməklə yanaşı Ukraynanın Luqansk və Donetsk bölgələrində separatçıları Ukrayna hökumətini tanımaqdan imtina etdilər. 2001-ci ildə Putin Krımdakı Rusiya Qaradəniz donanması haqqında doktrini təsdiq etdi. Bu sənəddə görə Qaradəniz donanması barədə uzun müddətli saxlanılmalı idi və 2010-cu il aprelin 21-də Ukrayna və Rusiya münasibətlərinin normallaşdırılmasına bağlı, o cümlədən siyasi əməkdaşlıq, iqtisadi və humanitar məsələlər üzərinə aparılan danışıqlarda Rusiya Ukraynaya ixrac edilən qazın qiymətini endirim edəcəyi barədə təminat verdi. Həmin gün Rusiya və Ukrayna prezidentləri Rusiyanın Qaradəniz donanmasına aid hərbi bazarı icarə müddətini 2017-dən 2024-cü ilə kimi uzatdı. Və bunun üçün də nə oldu? Xarkov müqaviləsi imzalandı. Və daha sonraki münasibətlərə baxaq. Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralında başlayan bu müharibə Ukraynanın NATO-ya üzv qəbul olunmağa can atması Rusiyanın təhlükəsizliyi baxımından narazılığına səbəb oldu və beləliklə 2022-ci ilin fevralında hələ də davam edən Rus-Ukrayna müharibəsi başladı və buna görə də qərb ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə başladı. Xarkov müqaviləsi haqqında burada səhv qeyd olunub 2017 və 2042-ci ilə qədər müddət burada nəzərdə tutulmuşdu. Lakin biz bu yeni başlanan müharibə nəticəsində görəcəyik ki, artıq o sazişin heç bir hüququ əsası qalmır və hal-hazırda müharibə davam edir Ukrayna ilə Rusiya arasında və
bitəcək bir müharibəyə də bənzəmir. Xəritə sağ tərəfdə verilib Rusiyanın, daha dəqiq desək, Sovet Rusiyasının, yəni SSR-nin xəritəsidir. Daha sonra parçalanaraq müstəqil dövlətlər yaradacaq. Bunlar bildiyimiz kimi Estoniya, Latviya, Litva. Daha sonra biz görəcəyik ki, Azərbaycan daxil olmaqla Qafqaz ölkələri, Mərkəzi Asiya ölkələri, Ukrayna, Belarusiya bu ərazilər öz müstəqilliklərinə nail olacaqdır və bundan sonra da həmin əraziləri bir ittifaqla birləşdirmək üçün MDB yaradılacaq və bu MDB-nin də Azərbaycan daxil olacaqdır ora. Dərsimiz bu qədərdir. Ümidvaram sizin üçün faydalı olar. Sizə uğurlar arzu edirəm.